Həzrət Əli əleyhissalamın məzlumiyyətlərindən də biri bu idi ki, bəlkə də daha da faciəvi bir zülmlərdən birini danışmaq istəyirəm. O da ikinci xəlifənin oğlu Abdullah ibn Ömərdir. İkinci xəlifənin oğlu Abdullah ibn Ömər Peyğəmbər sahabəsidir. Balaca adam deyil. Onun da kifayət qədər, müəyyən qədər zəhmətləri olub. Yəni, bunlara heç kəs danmır. İmam Əli əleyhissalam yeganə şəxsdir ki, xalq onu seçib. Nə Bəni Səqifədəki kimi seçilib bir neçə məhdud adam arasında, nə kimsə ona belə vəsiyyət edib deyənə xəlifə olub, nə də bir 6 nəfərli şurada. Yox, xalq. Siz ki, bəzi səhabələr bunu qəbul etmədilər. İslam tarixinin ən ədalətsiz hökmlərindən biri odur ki, xüsusilə elə birinci, ikinci, üçüncü xəlifəyə qarşı çıxmış, onları qəbul etməyən kəslər İslam tarixinə 1000 dənə atlarla yad olunublar. Həzrət Əli əleyhissalama qarşı çıxmağa nə deyirsən? Yox, deyir, o ayrı məsələdir, deyir. Yox da o malı-mala qatmayaq. Mən başa düşmürəm, necə oldu birinci xəlifəyə qarşı çıxanda ona beyyət etməyən, ona filan eləməyən atlar, ləqəblər, az qala kafirdən o yana çıxdı, filan, qətli vacib filan. Necə oldu Həzrət Əli əleyhissalama gəlib çatanda deyirlər ki, yox da o başqa məsələdir, o fitnə idi, deyir. O fitnə idi. Bəs niyə bunlarda fitnə dördü? Neysə, sözüm bundadır. İkinci xəlifənin oğlu Abdullah ibn Ömər Həzrət Əli əleyhissalama mədəni surətdə beyyət eləmədi. Beyyət eləmədi. Bəzi tanınmış sahabələr Həzrət Əli əleyhissalama beyyət etmədilər, bu heç. Abdullah ibn Ömər də etmədi. Tanınmış idi, nüfuzlu adam idi. Yəni, siyasi işlərlə məşğul deyiləm mən, ibadətlə məşğul olacağım. Məndən gəlin ancaq dəstəmaz, nə bilim, təxəllünün hökmləri, bu cür şeylərə mən cavab verim. Gözəl, qəşəng. Həzrət Əli əleyhissalam, mən bu günləri mütaliə edirdim ki, mənim bu danışdıqlarımın bir əsası olsun da. Həzrət Əli əleyhissalam deyir ki, o nə haqqı əda elədi. Yəni, onun bu hərəkəti nə haqqın möhkəmlənməsinə səbəb oldu, nə də batilin aradan getməsinə. Və Həzrət Əli əleyhissalam heç bir sahabəyə təzyiq eləmir, mənə beyyət etmir, etməsin. Və onlara da bir şey deməyin, özləri bilənlər. Bunda da işim yoxdur. Yezid də artıq öldü. Artıq Mərvanilər hakimiyyəti gəlir. Artıq Abdullah ibn Zübeyir edam edildi və Həccacın hakimiyyəti başladı. Həccac nə Həccac? O adamlardandır ki, ikinci dəfə Məkkəni mancanaq atəşinə tutub, tarixən İslam tarixində ən qəddar adamlardan olub. Nasibinin daha betər nasibisi. Bəziləri hətta qayıdıb deyirlər, Həzrət Əli əleyhissalamın qəbrini qarış-qarış axtarırdı ki, onun mən qəbrini tapıb qəbirdən çıxartacağım onun cəsədini hörmətsiz etmək üçün. O qədər Əli və Əli tərəfdarlarına nifrət edən, İmam Əlinin sevənləri qətlə yetirən, o cür məlun bir insan idi və İraq xalqı ki, Əli dəyəri, qədri bilmədilər. İmam Həsən dəyəri bilmədilər, İmam Hüseyn dəyəri bilmədilər. Həccacın əlində nökərdən beşbətər bir hala düşdülər. Abdullah ibn Ömər gördü ki, vəziyyət elə deyir. Sənə deməyəcəklər ki, get günən namazını qıl, get günən orucunu tut. Yox, sənə deyəcəklər, gəl bura. Və Abdullah ibn Ömər dərhal gecə ilə getdi Həccacın evinə. Gəldi, dedi ki, mən Peyğəmbərdən belə bir hədis eşitmişəm. Kim öz dövrünün imamını tanımadan ölsə, cahiliyyət dönəminin ölmüş kəsi kimidir. Gəlmişəm gecə beyyət edim. Hətta Mərvanilərə beyyətdən gedir söhbət. İndi Həccac onun valisidir deyənə. Həccac xəlifə deyir ki, Həccaca beyyət edilsin. Yəni, mən sənə beyyət edirəm ki, xəlifəyə beyyət edəcəm. Sizcə Həccac nə etdi? Həccac tanıyır adamı. Qayıt edil bilirsən, nətərdir? Əllərim məşğuldur. Oradan ayağımla beyyət elə. Ayağımla beyyət elə. İmam Əli əleyhissalamın əlinə beyyət etməyən adam Həccacın ayağı ilə beyyət edər. Yox, Allahdan qaçış yoxdur, qardaşım. Mən orada oxuyurdum mənbələrdə ki, çox peşman olur ki, İmam Əli əleyhissalamın niyə yanında olmadı? Çox peşman olur, var burada. Bilirsiniz, mən nə qədər Peyğəmbər sahabələri görmüşəm ki, İmam Əli şəhid olandan sonra necə peşman olublar. Kaş Əlinin yanında olaydıq. Biz bir tərəf qaldıq, dedik, bizim işimiz olmasın. Muaviyyə bizə müsəllət oldu. Mərvanilər bizə müsəllət oldu. Peyğəmbərin dinini səltənətə çevirdilər və əziyyət verdilər. Yaxşı, ay Abdullah,
Sən Həzrət Əli əleyhissalama beyət etməyəndə dövrün imamı kim idi? Sual. Allah. Xanım Fatimənin zamanında dövrün imamı kim idi? Xanım Fatimə tarixi sənədlərə əsasən birinci xəlifəyə beyət etməyib və şəhid olub, dünyasını dəyişib. Kim idi xanım Fatimənin imamı? Ya deməli sən xanım Fatimə cahiliyyət dövründə ki, ölmüş kimi dünyasını dəyişib, nəuzubillah, nəstəcibillah. Ya deməli sən yox, xanım Zəhra öz imamını tanıyırdı. Bütün İslam ümməti ittifaq edib, Vahabisi, Sünnisi, Şiəsi, digərləri, hamısı ki, Peyğəmbər buyurub, kim öz dövrünün imamını tanımadan ölsə, cahiliyyətdə ölmüş kəs kimidir, cahiliyyət dövründə ölmüş kəs kimidir. Həzrət Peyğəmbərdən sonra kim olub dövrün imamı? Bu da əzizlərə mənə elə gəlir ki, bir düşünmək üçün bir qida olar.